uşaqlarda müxtəlif davranış və xarakter xüsusiyyətlərinin formalaşmasında, təxəyyül və nitqin inkişafında animasiya filmləri əvəzsiz rol oynayır. Müasir dövrdə bu janra yalnız uşaqlar deyil, böyüklər də xüsusi maraq göstərir. Rəqəmsal texnologiyaların, xüsusilə də kompüter qrafikası və süni intellektin animasiya sahəsinə daxil olması bu sahədə imkanları əhəmiyyətli dərəcədə genişləndirib. Lakin Azərbaycanda animasiya istehsalı hələ də arzu olunan səviyyədə deyil. Hərçənd zaman-zaman həm dövlət sifarişi, həm də özəl prodakşnlar tərəfindən müxtəlif animasiya layihələri hazırlanır. Lakin bu filmlər çox vaxt məhdud auditoriya tərəfindən izlənilir. Bir sözlə yerli animasiya məhsulları geniş rezonans doğura bilmir. Nəticədə istər uşaqlar, istərsə də böyüklər animasiya tələbatını başqa ölkələrin istehsalı ilə qarşılayırlar. Xarici animasiyalara baxıram, onlar daha maraqlı. Məsələn, bizim animasiyalar daha da doğruducu olmur, inandırıcı olmur. Xarici animasiyalar daha inandırıcı olur. Ona görə mənim xarici animasiyalardan xoşum gəlir. Azərbaycan animasiyaları mən özüm də heç görməmişəm düzü. Yəni qabağımıza çıxmır onlar heç. Yəni normal belə məsəl üçün baxanda YouTube-da orada ancaq xarici çıxır. Türk, Rus, əsasən bunlar. Amma Azərbaycan animasiyalarını şəxsən mən görməmişəm ki, müqayisə də eləyə bilim. Bilmirəm heç var yoxdur hətta. Sadəcə Yapon, Amerikan belə animasiyalar qabağıma çıxıb. Azərbaycan animasiyası görməmisiniz? Xeyr, xeyr. Ümumiyyətlə axtarmısınız? Xeyr, heç belə axtarmamışam, amma heç qarşıma da çıxmayıb da sosial şəbəkələrdə. Bizim uşaqlar öz, yəni bizim kinostudiyada belə çəkilən multfilmlərə baxmalıdır, cizgi filmlərinə baxmalıdır. Yoxsa xarici cizgi filmləri şəxsən mənim xoşuma gəlmir. Böyük elə bir ki, cizgi filmləri, böyük uşaqlar üçündür. Orada çox şeylər var da, yəni uşaqları tez ayıldırlar. Azərbaycanlılardan az baxmışam, bilmirəm. Hansıları deyə bilərsən adları? Köstəbək nəsə belə var idi, yadımda deyil. Köstəbəy nağıl idi, Bilmirəm, multik idi. multik idi, Azərbaycan istehsalı idi. Hə, Bəs xaricilərdən hansını izləmisən? ruslarını. Evladım da elə xarici multiklərə baxır da, yəni yeri yoxdur axı, nəyə baxsın? Yerli istehsal yoxdur. Elə demək olar yoxdur, yəni marağı yoxdur. Uşağın uşaqlığı ilə də elə marağı yoxdur ki, ona durub bir mənalı oturub baxsın. Amma xarici çəkənlər əlbəttə uşağa nəsə belə intereslə gəlir, baxır uşağın özünə. Adam istəyəndə böyük özü də baxır. Bununla belə animasiya sahəsində heç bir iş görülmür demək də doğru olmaz. Son illərdə Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və mütəmadi olaraq təşkil olunan Anima Film Beynəlxalq Animasiya Festivalı gənclər arasında bu sahəyə marağın artmasına səbəb olub. Lakin illərlə yığılıb qalmış problemlər animasiya sektorunun inkişafına mane olmaqla yanaşı, gənc animatorların qarşısında ciddi maneələr yaradır. Bəs bu sahədəki əsas çətinliklər nədən qaynaqlanır? Yerli tamaşaçılar niyə milli animasiya filmlərinə maraq göstərmir? Keyfiyyətli yerli animasiyaların hazırlanması üçün nə etmək lazımdır? Bugün sabahı saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.